şəhidlərimizi hər zaman yad edirik, onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah rəhmət. Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 1C sinifinin şagirdləri, sinif rəhbərləri İnarə Əhmədlinin rəhbərliyi ilə Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Məktəblilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək onların ruhuna dualar oxuyublar. Bu ziyarət sadəcə bir gəzinti yox, böyük mənəvi dəyər daşıyan, tərbiyəvi xarakter daşıyan bir tədbir idi. Təşkilatçı müəllim İnarə Əhmədli bu layihəsi ilə bir daha sübut etdi ki, o yalnız dərs demir, eyni zamanda gələcəyin sağlam düşüncəli, vətənə bağlı və tarixini tanıyan gənclərini yetişdirir. Onun pedaqoji yanaşması şagirdlərin biliklə yanaşı mənəvi dəyərlərlə zənginləşməsinə xidmət edir. İnarə müəllimi öz peşəsində sevgi və məsuliyyətlə yanaşan, daim fərqlənən şagirdlərini yalnız oxumağa deyil, həm də düşünməyə, hiss etməyə, sevməyə və dəyərləndirməyə öyrədən müəllimlərdəndir. Onun rəhbərlik etdiyi 1C sinifi isə bu qayğı və diqqətin nəticəsi olaraq həm təhsildə, həm də davranışda nümunəvi sinif kimi seçilir. Bu cür təşəbbüslər göstərir ki, vətən sevgisi sinif otaqlarında başlar, lakin onun gücü həyatın hər anında yayılmalıdır. İnarə Əhmədli və onun şagirdləri bu fikri əməlləri ilə təsdiqləyirlər. Onların timsalında aydın görünür ki, müəllim sevgi ilə dərs deyəndə, şagird də sevgi ilə vətənə bağlanır.